Salam əziz abituriyentlər. Toplu 9-cu sinifdə 30-cu testin izahını vermək istəyirəm. Yazılıb, hansı cümlələrdə zərf var, ancaq feili izah etmir. Biz bilirik ki, zərf əsasən feili izah edir, ancaq bəzi hallarda feili izah etməyə də bilər. Tədbirə xeyli qonaq dəvət olunmuşdur. 2. Ailəmiz dünən Laçında idi. Elə biri 2-dir. Ailəmiz dünən Laçında idi. Görürsünüz, dünən nə zaman? Zaman zərfidir, ancaq feili izah etmir. Biri 2. O sizdən əvvəl çempiondur. Bu qoşmadır, burada ümumiyyətcə zərf yoxdur. Dünənki oyun da maraqlı idi, burada da yoxdur. Zərf məşq zalı hələ irəlidədir. Haradadır? İrəlidədir. Biri 2, biri 5. Məşq zalı hələ irəlidədir. İrəli hara? Burada irəlidədir xəbərdir, zərfdir, cümlədə xəbərdir və zərfdir, hərəkəti izah etmir, yəni feili izah etmir. Biri 5. İçəri yenə olduqca istidir. Nə tərzdə olduqca bura zərfdir, istidir feil deyil, feili izah etmir. Ona görə düzgün cavab olacaq 2, 5, 6, Y variantı.